Azərbaycanda kişilər qadınların soyadını götürür. Bu normaldır bəlkə də deyəcəksiniz çoxlarınız, amma mən bunu o qədər də normal saymıram. Çünki övlad dünyaya gəlirsə, atanın kökünü davam eləməlidir. Nəsil kökün artmağı üçün vasitədir. Belə olduğu halda genlərimiz və yaxud da köklərimiz necə müəyyən olunacaq? Bu barədə heç düşünmüsünüzmü? Filan kəs filan soy kökdən gəlir. Arxivlərdə bu necə müəyyən olunacaq? Heç düşünmüsünüzmü? Bu faciə deyil, başa düşürəm, amma kifayət qədər insanı düşündürməli məqamdır. Birlikdə baxaq və düşünək. Fikirlərimizi isə təbii ki, şərhlərdə yazaq. Hər birini diqqətlə oxuyuram. Son 3 ildə onlarla kişi yoldaşının soyadını götürüb. Azərbaycanda nikah zamanı həyat yoldaşının soyadını qəbul edən kişilərin sayı açıqlanıb. Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb. Bildirilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində 6 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul edib. Rəsmi statistikaya əsasən əvvəlki illərlə müqayisədə bu göstəricidə azalma müşahidə olunur. Belə ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikah zamanı həyat yoldaşının soyadını götürüb. Qanunvericiliyə əsasən nikah qeydiyyatı zamanı tərəflər qarşılıqlı razılıq əsasında ümumi soyad seçə və ya hər kəs öz soyadını saxlaya bilər. Azərbaycanda ənənəvi olaraq qadınların həyat yoldaşının soyadını qəbul etməsi daha geniş yayılsa da, son illər fərqli seçim edən cütlüklərin sayı da diqqət çəkir.